Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Allah namazı vacib buyurdu ki sizi təkəbbürdən uzaqlaşdırsın. Namaz yani Allah karşısında eğilmek, səcdə eləmək. Namaz insanın bütün taleyini müəyyən edir. İnsanın başına gələn bütün işlər namazından asılıdır. Namaz eğer namaz olsa insanı her şeyden uzaklayır. Eğer namaz olsa. Namaz dinin sütunudur. Və insanın namazı düz olarsa bütün işləri düzələr. Her yerdeki Allahu Ekber azanın sesi geldi, orada dayanıp namaz kılasın. İnsan vaxtında, azan vaxtı ədəblə Allahın huzurunda diyana, yadına düşər ki, bu bəndədir, Allahın bəndəsi. Sübh azan deyileceğin namaz kılasın. Gün ortada, bazarda da olsun, bəsiddə də olsun, qonaqlıqda da olsun, her yerde olsun, azan değildi durup namaz kılasın. Namaz ki Allahın əzəmətini insanın yadına salır. Allahu Ekber, rüküyə gedirsən Subhanə Rabbiyəl Azimi və bihəmdi, yəni mənim Rəbbim əzəmətlidir. Səcdiyə gedirsən Subhanə Rabbiyəl Ə'la və bihəmdi, mənim Rəbbim ucadır. Baxırsan, görürsən namaz elə ancaq bunun üçündür ki Allahın böyüklüyünü insanın yadına salsın. Ləbbeyk, la şərikə ləkə ləbbeyk. Səndən başqa Allah yoxdur. Sənin dəvəti qəbul edim. İnnəl hamdə və ni'mətə ləkə vəl mulk. Tərif də sənə məxsusdur, neymət də sənə məxsusdur. Mülk, bütün aləmlərin mülkü sənindir. Sənin dəvəti qoyub kimə gedim cavab verim? Heç kəsə. Gəlin xeyirli işə tərəf. Allah pis işə çağıran adamı, Allah bizə özümüzdən daha mehribandır. Deyir, gəlin xeyir işə tərəf. Tələsün nicat tapmağa, hayyə aləl fəlah. Tələsün qurtuluşa tərəf, nicat tapmağa. Amma adamlar arxa çevirib gedir. İndi bir adam da ki arxa çevirməyib gəlib Allaha tərəf. İndi Allah deyir, mən təəccüb edirəm bu bəndəyə. Ki gəlib diyanıb, amma fikri dünyasının yanında. Yəni bu ədəbsizlikdir bir adamla söhbət eləyəndə üzünü o yana çevirəsən, ədəbsizlik. Allah da maddadır. Deyək ki, qabağımızda da üzümüzü çevirməyək. Allaha da üz çevirməyin mənası budur ki, qəlbin Allahın yanında olmayaq. Öyle ona bənzir ki, arxa o çevirmirsən Allaha, ibadət eləyən halda. Ona görə Allah Quranda və hədisdə var. Buyurur ki, namaz qılıb bizə diqqət eləməyənlər qorxmurlar ki, onu ulaq şəklinə salar, o üzr istəyirəm. Dörd ayaqlı heyvan şəklinə salar o. Namaz müminin meyracıdır, Peyğəmbər buyurur. Namaz müminin ruhunun meyracı. Allah Peyğəmbərini necə meyraca apardı, namaz da müminin meyracıdır. O insanlar ki namazın ləzzətini bilib, alimlər deyir, kəş dünyanın şahları o namazın ləzzətini bilsəydilər, əlində olan sərvətləri qoyub, hamısı namaza üst tutardı. Bizim böyüklərimiz belə olur. Şeyx Ənsari haqqında yazırlar ki, isti gündə dərsdən gəldi, dodağı qurumuşdu susuzluqdan. Evdəkilərə dedi ki, bir stəkan mənə sərin su gətirin. Suyu gətirənəcən dedi, fürsətli 2 rükət namaz qılın. Dedi, namazı başladı, o qədər qərq oldu namazın ləzzətinə ki, 1 saat namaz qıldı. Sonra deyir, namaza ayrılanda gördü ki, su da qızıb evin istisindən. Susuzluq da yaddan çıxır, aclıq da yaddan çıxır. Peyğəmbər deyir, az yiyir, doyur, mən namazdan doymuram. Bizim Peyğəmbər deyir. Nə qədər adamlar namaz qılıb, amma Kərbəlada aşiqlərin Aşura gecəsi qıldığı namaz niyə dillərin əzbəridir? Ona görə ki, namaza bir ömür əməl elədilər namazın sözünə. Namazın sözünə əməl elədilər. Biri var sözü danışasan, Yezid də deyirdi, mən haqqı bərqərar eləmək istəyirəm, İmam Hüseyin ağa da deyirdi. Sözlərinə baxanda deyirsən ki, bu da deyir haqq, bu da deyir haqq. Amma əməllərdə bəlli olur ki, hansının sözü əməli ilə düz gəlir. Orada bəlli olur. O aşiqlər ki, o gecə ibadət eləyirdilər Allaha,
Onların Meyraz gecəsi idi o. Ona görə belə təsirli idi ki, onlar namaza əməl edirdilər. Namaz üçün o qədər ki faydalar yazıblar. O faydalardan heç biri mənə qismət olmur. Ona görə qismət olmur ki, namazın həqiqətinə əməl eləmirəm mən. O bir alim deyirdi ki, İyyəkə nə'budu və İyyəkə nəstəin. İlahi, sənə pərəstiş edirəm və səndən kömək istəyirəm. Bunu adam yalan desə, axı sənə pərəstiş eləmirəm mən. Mən gündə 100 dəfə nəfsimə pərəstiş edirəm. Onda yalana görə namaz da bizim tənəzzülümüzə səbəb olar. Şeytanın ən əsas hədəfi bizim namazlarımızdır. Çünki qiyamətdən namazı bizdən qəbul eləsələr, xoş bizim halımıza. O gün mən bir alim dua elirdi, mən eşitdim onu. Yaxşı dua elədi o. Dedi ki, cəhənnəm odur, əzab, bunlar öz yerindədir. Amma deyir, kül onda olar mənim başıma ki, qiyamətdə məni aparasan, o bədəni tikə-tikə olmuş Hüseynin huzurunda saxlayasan. Deyəsən ki, utanmadın, özü bunun şiyəsi adlandırdın, amma buna layiq olmadın. Onda deyir, nə külü tökərəm mən başıma. Cəhənnəmdən çox ağır bir şeydir bu. Sənə deyəcəklər, sənin imamın bax namaza bu cür vurğun idi, ibadətə bu cür aşıq idi. Onunla səni müqayisə edəcəklər. Əli haqqın mizanıdır, hədislərdə var. Əli əleyhissalam. Onun ibadəti ilə bizi müqayisə edəcəklər. Namaz ona görə ləzzət eləmir bəzən, ona görə ki, namazdan sonraki əməllər namazla uyğundur. Hədisdə var, kim qeybət eləsə 40 gün Allah namazını, ibadətini qəbul eləməz, ta halallıq alana qədər. Adam ki, nə istəyir rəyindən keçir, hər adamın sözünü danışır, onun ibadəti də qəbul olmaz. Hədisdə var, kim bədəxlaq olsa, kobud rəftar olsa, cəmaatın ürəyini sındırsa, Allah namazını qəbul eləməz. Hədisdə var, bir dəfə insan qəzəblə valideyninə baxar. Valideyn ona zülm eləsə belə. Bir dəfə valideyninə qəzəblə baxa, Allah onun ibadətini qəbul eləməz. Namazını qəbul eləməz. Valideyn nahaq ola, haqq yox. Valideyn nahaqdır, mən haqqam. Valideynə qəzəbli baxan adamın ibadəti qəbul olmaz. Bunu Peyğəmbər buyurur. Kim cəmaat namazını tərk eləsə, Allah onun namazını qəbul eləməz. Xüsusən cəmaat namazı məsciddə qılınan vaxt tək namaz qılan adamların Allah namazını qəbul eləməz. Bunu Peyğəmbər buyurur. Başqa yerdə buyurur, kim ki cəmiyyətə biganədir, qazancından cəmiyyətə xərcləmir, fəqirlərə xərcləmir, əqidəsinə xərcləmir, haqqa xərcləmir, Allah onun ibadətini qəbul eləməz. Bu məsələlərə gərək fikir verəsən ki, namazda Allah dərgahında qəbul olar. Deyir, təəccüb edirəm o bəndəyə ki, bugünün yeməyini vermişəm ruzusunu, sabahın dərdini çəkir. Təəccüb edirəm o bəndəyə, danışır, gülür, kef eləyir, amma bilmir ki, mən ondan razıyam ya yox. Bilmir ki, mən ondan razıyam ya yox, bunu bilməyə necə sevinir? Birdən məndən Allah razıdır. Əlbəttə mənasıdır, gülməsin insan. Yəni buna narahat deyir ki, mən ondan razıyam yoxsa yox. Allah bizi öz istədiyi bəndələrindən qərar versin inşallah. Ey milləti əvvara qoyan, dəymə hicaba. Ey münkiri nadan, bir oyan, dəymə hicaba. Hardan biləsən ki, nədir mənası hicabın? Hifz olmağının məsnədir mənası hicabın. Allah özüdür, məqsədi mənası hicabın. Dəysən dəyəcək dinə ziya, dəymə hicaba. Ey milləti əvvara qoyan, dəymə hicaba.
Baş örtüyü ad koyduğun əslində hicabdır. Qanun-u şəriət də elə din də hicabdır. Hər şey aradan geçsə də bilsində hicabdır. Qur'an eləyib əmri bəyan, dəymə hicaba. Uyma siyanistin dediği fitne fesada. Öz milletinin zadesi sen salsana yada. Gel benzeme fitvaya geden İbn Ziyada. Ol dinimi şerden koruyan, değme hicaba. Gör bir ne kadar dinini dünyaya satıbsan. Namus deyilen inceliğe el uzadıbsan. Yaxşı tanımırsan bizi gaflette yatıbsan. Qəlbət yuxusunda uyuyan, dəymə hicaba. Başsız deyilik, başsız deyilik, Allah özü bizlərə hami. Hətmən çatacaq dadımıza əsrin imami. Son sözdür bu söz, saxla yadında bu kəlami. İslam bəyənər rəngə boyan, dəymə hicaba. Ay milleti evvara koyan, değme hicab. Mənim hicabım məni özümü təsdiqimdir, mənim insan göstəricimdir, mənim özüm üçün. Mən düşünürəm ki, mənim hicabım əlimdən alınsa, mən insanlığımı itirərəm, şəxsiyyətimi itirərəm. Hicab mənim üçün şəxsiyyətimi bir təsdiq edir. Yəni, adi bir kağız vərəqəsi, şəxsiyyət vəsiqəsi, bu mənim şəxsiyyət vəsiqəmdir. Bu mənim daxili dünyamın xarici təsəvvürüdür. Hicab mənim özüməm. Soruşsalar ki, insan olaraq canın neçiyədirsə, bu qiymət övladımın qiyməti ilə tutsa, mənim üçün hicab hər şeydə qiymətlidir. Mən deməzdim ki, İslamın atributudur. Mən deyərdim ki, baş örtüyü ilahi bir qüvvəyə olan təslimiyyatın simvoludur. Hicab mənim üçün bütünlük, ibadətimi bütövləşdirən bir anı kimi oldu mənim üçün. Və mən də əgər hicabımla düşünürəm ki, xoşbəxtliyin sirrini tapmışam. Və mən düşünürəm ki, bəli, haqq budur, düzgün olan budur və mən başqa cür olsaydı, yəni bədbaxt olardım, ya özümü ölü bir zənn edərdim. Mən özümü tanıyandan sonra ki, kim olduğumu biləndən sonra yaşamağa başlamışım. Hicab bir ayədir, hicab bir əmirdir. Amma o hicabı geyinəndə Allah Taala insana artıq özünü tanıtdırmağa başlayır.